Növbəti hissə Xürrəmlər Hərəkatı Babək. Xürrəmlər Hərəkatı ilk öncə səbəblərini qeyd edək. Köv olaraq qeyd etmişəm kod, köçürmə, özbaşınalıq, vergi. Ərəblərin köçürmə siyasəti, məmurların özbaşınalığı, ağır vergi siyasəti, feodalların mülk və imtiyazlarının məhdudlaşdırılması Xürrəmlər Hərəkatının əsas səbəblərindən idi. İlk çıxışları 778-808-ci illərdə olmuşdur. Babək 816-cı ildən başçılıq etməyə başlayır. Adsız döyüş 819-cu il döyüşündə Xürrəmlər qalib gəlir. Başına plus qoyduqların qalibdir, minus məğlub deməkdir. Xürrəmlər 819-da qalib gəlir. 1-ci Həştadsər döyüşü 829, orada Xürrəmlər qalib gəlir. 830-da 1-ci Həmədan döyüşündə yenə Xürrəmlər qalib gəlir. 833-də ilk dəfə ağır məğlubiyyətə uğrayır. Ərəblər qalib gəlir, yəni Xürrəmlər məğlub olur. 836 2-ci Həştadsər döyüşündə yenə Xürrəmlər qalib gəlir. 837-də isə Bəz döyüşü, son döyüşüdə ərəblər qalib gəlir və Xürrəmlər hərəkatı başa çatır. Ümumi olaraq 778-dən 837-yə qədər davam edir bu. Yazdıqlarımı ümumi qısa sual-cavab olaraq soruşaq. Xürrəmlər hərəkatının səbəbləri nə idi? Ümumi olaraq neçənci illəri əhatə etmiş Xürrəmlər hərəkatı? Mərkəzi hara idi? Bax, onu bayaq unutdum, qeyd etmədim. Mərkəzi hansı qalaydı? Hansı ərazidə yerləşirdi? Babək nə vaxtdan başçılıq etməyə başladı bu üsyana? 819-cu il döyüşünün nəticəsi nə oldu? Bu adsız döyüşdür. 829-cu il döyüşünün adı nə idi? Nəticəsi nə oldu? Belə soruşaq. 1-ci Həştadsər döyüşünün nəticəsi, 2-ci Həştadsər döyüşünün nəticəsi, 1-ci Həmədan döyüşünün nəticəsi, 2-ci Həmədan döyüşünün nəticəsi hansı döyüş idi ki, ilk dəfə ağır məğlubiyyətə uğrayır orada Xürrəmlər? Son döyüş hansı döyüş idi? Və ümumi olaraq Xürrəmlər hərəkatının Ərəb xilafətinə təsiri, nəticəsi.